Dedik ki, İnsan surəsi də özündə bir neçə mühüm məsələni əhatə edir. Biri də insanın mənşəyi məsələsi idi. İkincisi, surənin əhatə elədiyi mövzu hidayət mövzusudur. Allah bu surədə xüsusi bir ayə nazil edib. İnsan o ayə üzərində yaxşıca düşünsə, o vaxtı ilə yaranmış və ya yaradılmış cərəyanlar ki var, cəbərilik, qədərilik və s. bilər onların da mahiyyəti nədir? Özünün getdiyi yolun da əsl mahiyyətini və əsl həqiqətini dərk etmiş olar. Uca Allah bu surədə buyurur ki, biz ona hidayət yolunu göstərdik. İstər şükür edən olsun, istərsə də nankor. Bu ayə nəyi göstərir? Sadə dillə desək, bir nəfər bizdən çıxış yolunu, biz ona çıxış yolunu, məscidin qapısını göstəririk. Amma çıxmaq üçün onu məcbur etmirik. Bilirsiniz, vaxtı ilə əlbəttə bu fəlsəfi bəhslərdir, kəlami bəhslərdir, minbər söhbəti deyil. Lakin bir işarə verək ki, yaradılmış və ya yaranmış firqələr ki var idi vaxtı ilə, cəbərilik deyirlər, qədərilik deyirlər və s. Onların bir hissəsi insanın ağacdan yerə düşmüş bir yarpağa bənzədiyini və külək o yarpağı hara qovursa, o yarpaq da küləkdən asılı olduğu üçün o istiqamətə qovulduğunu iddia ediblər. Əslində bu kimi fikirlərin yaradıcısı Əməvilər xilafətidir. Əməvilər dövründə onlar Əməvi hakimləri Əhl-i Beytin, o cümlədən insanların başlarına gətirdikləri müsibətlərdən öz yaxalarını kənara çəkmək üçün bizdə nə var ki, bu əzəldən Allah tərəfindən yazılıb, biz sadəcə olaraq bir icraçıyıq deyərək cəmaatı aldatmağa başladılar. Məsələn, Kərbəla hadisəsindən sonra bu təbliğat özünü daha da kütləvi şəkildə göstərdi və bununla da Yezid məlunun üzərindən bu cinayəti götürmək istəyirdilər ki, Yezidin heç bir günahı yoxdur, əzəldən Allah tərəfindən yazılmış bir məsələdir. Amma Əhl-i Beyt məktəbi bu məsələdə xüsusi və ortaq bir yol tutub. Nə məcburiyyət var, nə də özbaşınalıq var.